Bizim evdə ən çox hazırlanan, ən çox sevilən, ən praktik, ən ləzzətli salat resepti ilə gəlmişəm. Siz də iftar süfrələriniz üçün hazırlayın. Kələmi iri kub şəklində doğrayaq. Geniş bir qaba əlavə edib biraz duz səpib əlimizdə sıxaq. Duzunu lap çox etməyin, əks halda salat duzlu alınacaq. Üzərinə boş qab yerləşdirib suyunu buraxmağını gözləyək. Kökü xüsusi rəndədən keçirək və ya nazik uzun doğrayaq. Azca duzlayıb qarışdırıb bunun da suyunu buraxması üçün gözlədək. Qırmızı kapya biberi nazik uzun doğrayaq. Göyərtilərdən keşniş və soğanı yuyub kağız dəsmala qurulayıb biri doğrayaq. Kələmdə kökdə suyunu buraxıb biraz əlimizdə sıxıb daha sonra kağız dəsmala tam qurudaq. Tərəvəzlərin 1 qram belə suyu qalmamalıdır. Əks halda salat su salacaq. Geniş bir qaba əlavə edib doğradığımız digər ərzaqları da əlavə edək. Üzərinə sarımsaq, üyüdülmüş keşniş toxumu, qırmızı şirin toz biber, istəyə görə acı biber, şəkər tozu, sirkə və dağ etdiyimiz qaynar bitki yağını əlavə edib bütün ərzaqlar bir-birinə qarışanadək yaxşıca qarışdıraq. İnanılmaz ləzzətlidir, mütləq hazırlayın.